Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran hər birinizi salamlayıram. Bugün 29 Mart 2025-ci il tarixdir, həftənin 6-cı gündür və bu o deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Xatırladıram ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü sizlər üçün xidmət göstərir. Bazara giriş pulludur, 5 manatdır zəhmət haqqı və bizlər deyəndə mən də Göyçay maşın bazarına gedirəm sizlər üçün bazarda olan maşınların qiyməti haqqında maraqlanmağa və çəkiliş etməyə. Baxıram, YouTube'da 8500 abunədən belə deyək, yuxarıyıq. 8500 abunəni keçmişik. Hədəfimiz 10.000 abunədir. TikTok'da da 10.800 abunədən yuxarıyıq. Orada da hədəfimiz hal-hazırda 20.000 abunədir. Özünüz də bilirsiniz ki, mənim 24.000'lik səhifəm, TikTok səhifəm ban olundu müəyyən səbəblərə görə və biz yenidən TikTok səhifəsində başqa bir səhifədə, eyni adda başqa bir səhifədə fəaliyyətə başladıq və davam elədik. YouTube'da baxıram 5000, belə deyək, 5500, 4500, 4000, ən aşağısı 4000 adam baxır videoya, amma bəyənmə azdır. Yəni, hal-hazırda axırıncı paylaşdığım videoya, keçən həftə olan çəkişə 5000'ə yaxın belə deyək, baxış gəlib, amma bəyənməsi çox azdır. Nəsə, sözüm onda deyil, bazarın girişində sizlər üçün çəkişə davam eləyəcəm, izləmədə qalın. Salam əleykum, bir daha sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Salamlayıram sizləri, bildiyiniz kimi bayaq girişdə qeyd eləmişəm. Bugün 29 Mart 2025-ci il tarixdir, həftənin 6-cı gündür və bu deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Maşın bazarımızın həm girişində, həm maşın bazarımızın daxilində maşınlarımız var. İnşallah ki, öndən çəkiş eləyəcəm sizlər üçün və çəkişimizə başlayırıq. Allah hər bir kəsin işini avan eləsin. Getdik maşın bazarının içərisinə doğru, amma ilk öncə öndən çəkiş edeyim, daha sonra bazara daxil olacaq. Belə deyək, çölündə, xaricində dayanan maşınlar, həm bazara maşınlar haqqında maraqlanmağa gələnlər, həm maşın satmağa gələnlər, maşın almağa gələnlər, bazarımızın girişi belə. Xatırladaq, bir daha qeyd edirəm, həftənin 6-cı gün fəaliyyət göstəririk və yavaş-yavaş bazarımıza daxil oluruq. Burada bizi 07, Opel, Çeşkalar, Kia, Çeşka 011, Volkswagen 07'lər, 06'lar, 015'lər, 011'lər, çoxdur maşınlarımız və inşallah ki, çəkişə başlayacağıq. Allah hər bir kəsin işini avan eləsin, bizlər də onların içində. Baxıram, izləyirəm, Nəvai İskəndərli qardaşımız var, Bərdə bazarını çəkir. Salamlayıram buradan Nəvai İskəndərli qardaşımızı. Baxıram, izləyirəm, VIP 999 səhifəsi var TikTok'da. Salamlayıram Gəni qardaşımızı, Gəzi qardaşımızı. Salamlayıram burada Avtomobil TV səhifəsini işlədən Elvin və Nazlı xanımı. Əziyyət çəkirik, Allah hər birimizin işini avan eləsin. Burada, yəni, əziyyətimiz var sizlər üçün. Bazarda göstəririk maşınlarımızı. Biz də başlayaq, inşallah ki, yaxşı olacaq. Ya Allah eləyək, Bismillah eləyək, işimizə başlayaq. Ya Allah, Bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, Çeşka həvəskarlar, sizlər üçün Göyçay maşın bazarında Mercedes C180 markalı avtomobilin çəkişini eləyəcəm. Ağsaqqalımız yanımızdadır. Salam əleykum baba, bazar olsun. Məlumat alaq.
zəhmət İli olmasa. 98, 98-ci. 98. Aha. Xadavoy normal yox, lap belə 100% yaxşı. Yaxşı. Bizdə yüngül indi də. Kosmetik işləri var, onu bildim. Ha. Motoru Motor 1.8, 1.8. super ha, heç Aha, güzədir. avtomatdır. Yox, Mexanikadır. ha. Ondan sonra qiymət də 9-a demişəm. 9000 manata təklif eləmisiniz. Razılaşma Ha. olacaq çox. Olacaq, ha, mütləq olacaq. Telefon nömrənizi eşidək baba. 070 Aha. 495 70 21. Adım da 070 495 70 21. Adınız da Rasim kişi. Rasim dayımız, babamızdır. Ha, sağ ol. Maşına harda baxmaq olar? Gör. İsmaillidə. İsmailli əhalisinə buradan salamlar İsmailli Düz olsun. mərkəzində. Hə, bildim, başa düşdüm. Baba, nömrə üstündə verilir. Hər Maşın hamısı, nömrəsi. hə, Hər nömrəsi də biri. verəcəm. Hansısa maşınla barter maraqlıdır, yoxsa Olar, hə, hansı o- maşınla? Yaxşı olarsa olsa. Yaxşı olardı. Üstündə pul almaq şərti ilə. Ha, Maşının hə, üstündə əlbəttə. pul almaq şərti ilə. Çəkək, göstərək indi biz maşınımızı. Maşının bir dənə ön tərəfdə kosmetik şey ehtiyacı var. 23 nömrə ilə də qəşəng nömrəsi var. 23 322. Baxırıq və parça salondur, qara salondur gördüyünüz kimi. Bəli. Bir dənə baba sən mühərrik yerini qaldır, zəhmət olmasa ön şüşələr podyomnikdir. Onu da qeyd eləyək. Və veteran maşınıdır. 44 günlük vətən müharibəsində iştirak etmiş veteran maşınıdır bu maşın. Burada yük yerinə nəzər salacağıq, baxacağıq. Baxın, akkumulatoru yepyenidir. Təptədə. Bəli, hər bir belə detalını çəkib göstəririk. Və gəlirik. Birinci salonu çəkək, sonra motoru çəkərik. 318.745 kilometr yürüyüş, mexanik sürətlər qutusudur. Audio sistemi öz yerində və Sən ürəyimi də görə ürəyini. gəlirik mühərrik yerinə. 1.8 Gözəl, motordur. Mühərrikdə də yağ yemə falan Heç, yoxdur. Belə çəkdik, göstərdik. Babamız da məlumatları verdi. Sizə də bu maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Dəyərli, hörmətli YouTube izləyiciləri, Mercedes çeşkə həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Mercedes C240 markalı avtomobilin çəkişini eləyəcəm, amma qardaşımız orada TikTokda canlıdadır, bilmirəm gəlib danışacaq, danışmayacaq, gəlsin danışsın. Salam eləşim qardaş, bazar olsun. Məlumat alaq zəhmət olmasa. Maşın 2000-ci ildir, 2.4 motordur. 2.4 Viabrazdır. Viabrazdır, bəli. Aha. Qiyməti 12.400-dür, razılaşmaq olar. 12.400 start qiymətlə razılaşma olar. Avtomat korobkadır. Avtomat korobkadır, elektron korobkadır. Park radarı var, Aha. arxa görüntü kamerası var, monitor var, piyoner kolonkalar, 4 təzə təkər. Aha. Sonra səhəccanım desin. Belə ön şüşə, öz güzgüslənlər falan hamısı işləkdir. Lük işlək vəziyyətdədir, kondisioner işlək vəziyyətdədir. Hamısı işlək vəziyyətdədir. Belə 12.400 dedin, endirim cüzi olacaq yoxsa Olacaq, münasib bir endirim eləyəcək. Telefon nömrəni alaq. 050 829 28 58. 050 829 28 58 adı Kamran. Kamran barter maraqlıdır hansısa maşınla? Nağd satışdır. Pula ehtiyac nömrə üstündə qalır. Kamran nömrə üstündə qalır. Nömrə üstündə qalır. Deməli 2000-ci il istehsaldır. 2.4 Viabraz motordur. Maşın sahibi bir çox belə deyək də məlumatları qeyd elədi. Və baxırıq belə arxa tərəfdən bunu, yəni maşın sahibi qaldırıb biz də daha salmırıq aşağı. Arkada da çay var deyə polisdə, ona görə arxanı tam çəkə bilmirəm. Belə baxırıq. Deməli koji salondur. Belə deyək, üzlənib. Baxırıq. Üzlənib. Və gəlirik sürücü tərəfdən salona. Deməli 323.040 kilometr üzr istəyirəm. 323.040 kilometr orijinal yürüyüş. Avtomat sürətlər qutusu. Sürətlər qutusu, yəni elektrondur, xatırladıq onu da. Və gələk bura görək mühərrik yerini
qaldıraq. Aha. Burada 2-4 V-obrazlı 2-6-ya çörmə motor. Belə çəkdim, göstərdim. Aha. Qardaş özü də hal-hazırda canlı yayımdadır, göstərir. Çəkdim, göstərdim. Sizə də bu çeşka maraqlı gəlirsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu çeşka haqqında. Hörmətli YouTube izləyiciləri, 011 həvəskarlar, sizlər üçün Göyçay maşın bazarında karıç bir rəngində VAZ 25 011 markalı avtomobilin çəkini edəcəm, amma maşın sahibindən məlumat alaq. Salam aleyküm qardaş. Aleykümselam. Məlumat alaq zəhmət olmasa. İlim 78. 1978. 1978. Aha. Problemi yoktur. Otursun. Problem difrində səsi Bir var. dənə difer. Bəs deyirsən problemi yoxdur. Difrində səsi onsuz problemdir. Maşının xəstəliyidir. Motoru öz motorudur. 01 Bez nomer motor. Bez nomer motor. Üstündə nədir hal-hazırda? 06 motordur. Korobka 4-5'dir. 4'dür. Atması falan yoxdur. Motorda yağ yeməyi falan yoxdur. Bir dənə yüngül difrində səsi var. Qiyməti nə demisən? 18. 1800 manat sondur yoxsa Razılaşma olur. razılaşma olacaq? Telefon nömrə alaq. 051 Aha. 465 Aha. 11 87. 051 465 11 87 adın Rahit. Rahid. Dördü. Bəli, Rahid. Harda baxmaq olar Rahid? Göyçay. Göyçay arasında. Nağd satışdı yoxsa barter hansısa maşına mı? Pula ehtiyacı var. Mən də qeyd edeyim, Rahid qardaş qeyd elədi, bir daha mən də qeyd edeyim. Deməli 1978-ci ilin 011-dir. Üstündə 06 motordur, xatırladaq ki motor bez nomerdir. Və Korobka 4'dür, atmır, motor yağ yemir. Bir dənə bu maşınların problemi var ki, difrində səsi var. Oturacaqlar səliqəli üzlənib, hal-hazırda görürsünüz. İli köhnədə belə kənd arası sürməyə, yəni yararlı bir maşındır. Yenə də qeyd edirəm, burada çay var deyə bir dənə götürək, yaxşı Rahid, bir dənə götürək. Mən buranı deyir. Aha. Baxın, stəkan yerlərini çəkim, göstərim. Stəkan yerləri belə. Qoya bilərsən Rahid üstünə. Və ön sürücü tərəfdən də salonu çəkim, göstərim və buradan biz mühərrik yerini çəkib göstərəcəm. 06 motorda hal-hazırda üstündə, akkumulatoru normaldır. Yəni problemsiz bir maşındır. Bir dənə difrində səsi var. Sizə də bu 011 maraqlı gələrsə, Rahid qardaş nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bu 011 haqq. Hörmətli YouTube izləyicilər, TikTok səhifəmin izləyicilər, deyirsiniz Göyçay bazarına xarici maşın gəlmir. Mercedes-ə çəkmişəm, bir dənə də Volkswagen Polo çıxıb qarşıma, onu da çəkib göstərəcəm, amma qardaşımız yanımızdadır. Salam aleyküm qardaş. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. 2012 Volkswagen Polo 1.6 sadə motor. Aha. 12.5-ədir. İndirim olmasının səbəbi də sol arxa tərəfdə kosmetik işlər var. Kosmetik işi var, çəkib göstərəcəm. Deməli aha. İl 2012-dir. Belə deyək də Volkswagen Polo 12500 manat start qiyməti. Yəqin ki endirim olunacaq. Əslində endirim hesablamış versəz. Amma yenə də bir cüzi endirim oluna bilər yanında baxandan sonra. Avtomatdır. 1.6 sadə motordur. Korobkada atması falan, gecikməyi falan yoxdur. Aha. Problemləri Bir dənə problemi 2 gün əvvəl diaqnostik etmişdim. Katalizator datçikində problem var. Katalizatorun datçikində problem var. Xəta aşkar verməmişdim. Yoxdur. Telefon nömrəni eşidək. 051 517 2402. 051 517 2402 adın Rafael. Rafael. Maşına harda baxmaq olar? Harda kim arzusu? Yəni Azərbaycan üstələn bölgəsindəmi deyək, yoxsa Bakı, Göyçay arası? 3 gün sonra Bakıda olacaq. 3 gün sonra, hal-hazırda, yəni 3 gün ərzində Göyçay ərazisində baxmaq mümkündür. Amma 3 gün sonra da Bakıda istənilən bir yerdə, Bakı arasında istənilən bir yerdə baxmaq mümkündür. Barter maraqlıdır hansısa maşınla, nağd satış pula ehtiyac var. Deməli Rafael qardaşların məlumatları aldıq. Volkswagen Polo ili 2012. Məlumatları verdi. 1.6 sadə motor, avtomat, motor yağ yemir, korobka atmır, yəni gecikmir belə deyək. Bir dənə yüngül problemləri var. Onları da yəni katalizatorun datçikində bir problemi var diaqnostikada. Bir də burada qardaşın dediyi bax
Kosmetik işi var buradadır. Bu da yəni böyük bir yerdir. Bunu da harasa sürtmüsən 100% ki. Kiçik bir orada kosmetik işi var. Başqa heç bir, yəni ciddi bir problemi yoxdur. Hə. Baxırıq, arxa görüntü kamerasından belə var. 90 nömrə üstündə qalacaq. Bir dənə açaq buranı istəyirsən. Pult sistemidir. Maşınımız pult sistemidir. Pultla açılır. Ha, burada yüklər var. Orada yüklər var, açmayaq. Deməli, salon 4 şəkənin avtomatik qalxıb verməyi, qapıların kilitlənməsi, yan güzgülərin tənzimlənməsi. Deməli, oturacaqların isidilməsi, bunun açarı hardadır? Budur. Maşının açarı budur. Ay, buyur. Görsən? Deyir, sürməmsən deyə bilmirsən. Deməli, 215.911 kilometr orijinal yürüşü var. Açarı verək maşın sahibinə. Mühərrik yerini qaldıraq bir dənə Rafael. Belə bu avtomat sürətlər qutusudur. Atması, gecikməsi falan yoxdur. Kondisioner işləyir Rafael. İşləyir. Hər bir yəni funksiyası işləyir. Oturacaqların isidilməsindən belə işlək vəziyyətləri. Gəldi motorxanaya. 1.6 sadə motor. Akkumulatoru yeni. Yəni problemsiz. Belə çəkdik, göstərdik. Rafael qardaş da məlumatlar verdi. Mən də təkrarladım. Sizə də bu Volkswagen Polo maraqlı gələrsə, maşın sahibinin həmçinin də mənim qeyd etdiyim əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, 011 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında növbəti 011-in çəkilişini edəcəm. Ağsaqqalımızdan məlumat alacağıq. Salam Ağsaqqal, bazarı olsun. Bəli, sağ ol. Allah köməyin olsun. Məlumat alaq. İli 83. 83, motoru öz motorudur. 03 motor. 03 motorudur. Bez nomerdir, ay maşallah. Korobka 4'dür, 5'dir. 4'dür. Atmasız adı korobka. Yo. Motorda yağ yeməyi var. Bir filmdə səsi. Yüngül o xəstəlikdir. Xatırladım ki, əziz izləyicilər, ucuz qiymətə və təcili satılır həqiqətən. Yəni 2000 manata 2000 manat deyilir. Yəni gəl maşının yanında real alıcıya indirim olunacaq. Telefon nömrə eşitək baba. 050 Aha. 824 1997. 050 824 1997 adın Şahin. Şahin babamız. Maşına Göyçayda baxmaq lazım. Bəli. Təcili, yəni bu 2 gün ərzində, 3 gün ərzində təcili satılmalıdır. Barter yoxdur, nağd pula ehtiyac var. Nağd pula ehtiyac var. Şahin babamızdan məlumat aldıq. Telefondan da ucuzdur, dəyərli izləyicilər. 83 011-dir. 03 motor, bez nomerdir motoru. Yəni istəyirsən helikopter motoru qoy, sür. 2000 manat start qiymətidir. Kosmetik işə ehtiyacı yoxdur. 77 nömrə üstündə qalır. Qapıları bağlıdır. Deyirsiniz qapıda problem var. Qapıda bağlıdır. Bəli, yüngül bir qapıda problemi var. Amma bu belə deyə bir dəqiqə baba buradan bunu sən bağla, mən buradan bağlayacağam onu. Ha, bir dənə Zərər yoxdur, bağlı. Aç bir dənə. Aç vur. Ha, bir dənə bu qapıda yüngül bir problemi var. O da böyük bir cüzi, yəni böyük bir xərc istəmir. Cüzi bir xərc istəyir. Aha. Zərər yoxdur, bağlayarıq. Aha. Deməli baxırıq. Stəkan yerlərinə nəzər yetiririk. Stəkan yerləri belə yük yeri bu vəziyyətdədir. Çürük çarığı yoxdur altında. Yüngül bir-iki yerində çürük çarığı var, amma ilinə görə qiyməti də yaxşıdır. Motor da gördüyünüz kimi 03 motorudur. Akkumulatoru yaxşıdır. Motor yağ yemir. Akkumulatoru yəni elə zəif deyil. Təkərlər normal. Sizə də bu 011 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Hörmətli YouTube izləyiciləri, bu Göyçay bazarında mən maraqlı maşınlar çəkmişəm. Belə bir maşın çıxıb qarşımıza. Hyundai Excel markalı avtomobildir. Maşın sahibi qardaşımız yanımızdadır. Məlumat alacağıq. Salam əleykum qardaş. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. Siz də xoş gəlmisiniz. Heç bir problem yoxdur. Aha. İli neçənci ildir? 94-cü ildir. 94-cü motoru. Motor 1.6 motor. 1.6 sadə. Sadə motor. Sadə. Korobka avtomatdır, mexanika 5. Skorsi 1.6 motordur. Aha. Heç bir dənə yüngül kosmetik işlər. Motor, xadavoy, korobka Super. yaxşı vəziyyət. Sür maşındır. Qiymət Bunun qutaran qiyməti 2600-dir. sonu 2600 manata.
Telefon nömrənizi eşidək. Real aldılar olsa razılaşma olar. Yenə endirim eləyirsiniz. Bəli, Yəni bəli. 2600-dən yenə endirim eləyirsiniz. Aha, bildim. Pula ehtiyacı var deyə satılır. Telefon nömrənizi eşidək. 050 326 24 17. 050 326 24 17 adınız Adımız Oruç. Oruç. Harda baxmaq olar maşına? Ucarda da Ucar, baxarsınız. aha, Ucar əhasinə salam olsun. Hansı maşınla barter maraqlı yoxsa pula ehtiyacı var? Olsa yəni Sovet maşınısı var. 06 06. 06 öz dəyər qiymətidir. Bəli, Yəni bəli. belə çəkdim, yəni məlumat aldım. Məlumatları mən də verim. Hyundai Excel 1994-cü il istehsalı 1.6 motor, sadə motordur. Maşının kosmetik şeyə ehtiyacı var. Ön tərəfdən də çəkim göstərim. Mexanika DB skorusdur. Karovkada atmaq yox, motorda yağ yeməyi yox, xadava sistemi yaxşı vəziyyətləri, bir dənə yüngül. Yəni bu qapı bağlıdır. Yenə eləmi? Qapıların çoxsunda mən bəli. İçəridən maşın sahibi açdı. Baxırıq. Belə. Pramoy. Gəldik. Sürücü tərəfdən salonu çəkdik. Göstərdik və bir dənə mühərrik yerini qaldıraq zəhmət olmasa. Və mühərrik yerində çəkim göstərim. 1.6 sadə motor. Akkumulatoru yeni. Belə çəkdim, göstərdim. Maşın sahibi də məlumatları qeydlədi. Qiyməti də 2600 sondadır, amma sonradan dedi ki, qiymətdə yenə endirim edəcəm. Nömrə üstündə qalır. Nömrə də üstündə, onunla nömrə üstündə qalır. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsini zəng vurub maraqlana bilərsiniz bu maşın. Hörmətli YouTube izləyiciləri, 011 həvəskarları, bu illərin bazarda 011 çoxluq təşkil edir. Sizə növbəti qara rəngli Vaz 011 markalı avtomobilin çəkisini eləyəcəm. Maşın sahibindən bir qısa məlumat alacağıq. Salam əleykum qardaş. Məlumat alaq. İli 77 motor özünküdür. Bəli, bez nomerdir. Üstündə hal-hazırda 011 motordur. 011 motor, amma istəyən olsa 06, 03 motor da qoyub sürə bilər. Karovka 4-5-dir. 4 atması yoxdur. Difrində səsi yoxdur. Bir dənə kosmetik şey ehtiyacı var. Qiymət 1600. 1600 sondur yoxsa Yox, razılaşma. razılaşma olacaq. Telefon nömrə alaq. 1050 Aha. 556 86 14. 050 556 86 14. Adın Nüsrət, Nüsrət, maşına harda baxmaq olar? Göyçək. Barter maraqlıdır hansısa maşına yoxsa nağd pula ehtiyac? Nağd pula ehtiyac var. Nüsrət qardaşdan məlumat aldıq. Mən də çəkim göstərim, həm də məlumat verim. İli 1977. Motor üstündə motordur. 011-dir, bez nomerdir. Karovka 4-də atmır, difrində səsi yoxdur. Maşının belə ümumi kosmetik işə ehtiyacı var. Amma istəyən şəxs bu vəziyyətdə də idarə edə bilər. Necə ki, Nüsrət qardaş bu vəziyyətdə maşını idarə edir. Start qiymət 1600 manatdır. Real alıcıya təbii ki, maşının yanında qiymətdə endirim olunacaq. Bura açılmır. Buranın o deyər yetimin dilin anası bilər. Görək Allah qoysa açırıq. Onda heç nə. Açılmırsa heç nə. Aha, açıldı. Açılmalıdır, bəli. Stəkan yerlərini çəkim göstərir. Mənə deyirsiniz ki, maşının stəkan yerlərini niyə çəkib göstərmirsən? Çox vaxtı, yəni. Nəsə. Hər dəfə bir yerdən ilişməliyəm. Belə. Və gəldik mühərrik yerinə. 011 motor, akkumulatoru normal. Belə. Sizə də bu 011 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsini zəng vurub maraqlana bilərsiniz bu 011. Hörmətli YouTube izləyicilər, TikTok səhifəmin izləyicilər, sizlər üçün Göyçək maşın bazarında bir vaxtın əfsanəsi olmuş və hələ də o moddan düşməyən Mercedes Yeşka markalı avtomobilin çəkisini eləyəcəm. El arasında Yeşka deyirlər, belə deyək. Maşın sahibi əmmimiz yanımızdadır. Salam əleykum əmi, bazar olsun. Salam. Məlumat alaq zəhmət olmasa. İli neçənci? 93'dür. 1993-cü il istehsalı. Motor 111 motor. 111 2 motordur, sadə motor. Sadə motordur. Avtomat karovkadır. Avtomat karovkadır. Mostu da əla, karovkası da, motoru da əla. Karovkada gecikməyə falan. Gecikmə var karovkada, Var. yağı dəyişir. Yağı dəyişilməlidir. Motorda yağ yeməyə falan. Yox, heç bir şey. Və sizdə olarkən vurğu udarır. Heç hayır, məndə olanda heç bir şey yox. Qiymət nədir? Qiymət 3700-ə deyirəm. 3700 manata deyirsiniz. Yəqin ki, endirim olunacaq. Xərclər, yəni yüngül xərclər nəzərə alınacaq. Bəli, Telefon nömrənizi alaq.
051 Aha. 946 71 04. 051 946 71 04 adınız İlqardan. İlqar. İlqar əminiz maşına harda baxmaq olar? Maşına Göyçay. Göyçayda baxmaq olar. Barter maraqlıdır hansısa maşına yoxsa Ola bilər. hansı maşına? Nə bilim baxırdı. Bazla yoxsa xarici maşınla? Xarici dolar vaz dolar. Yəni üstündə pul verir, pul da verə bilərsiniz. Deməli İlqar əmimizdən məlumat aldıq. Mən də qeyd edeyim. 93-ün yeşkasıdır. 2 motordur, 111 motor, sadə motordur. Avtomat karovkadır. Yüngül problemi karovkada gecikmə var. O da karovkanın yağı dəyişilməlidir. 3700 manat start qiymətlə bazara çıxıb bu maşın. Və maşının yanında təbii ki gəlib baxarsınız və qiymətdə də endirim olunacaq. Sözsüz. Baxırıq. Parça salondur. Deməli baxırıq yük yerinə. Baxın belə vəziyyətdə, təkəri yerində. Və gəldik sürücü tərəfdən salona. Ya bismillah. Avtomat karovkadır. Yenə də qeyd edirəm. Karovkada gecikmə var. Karovkanın yağı dəyişilməlidir. Probekti maşallah 808.254 kilometrdir. Bir dənə İlqar əmi, mühərrik yerin qaldır az zəhmət olmasa. Yəni oradan qaldırmışam İlqar əmi, oradan bəli, buradan qaldırmışam. Bir daha bir dəfə belə eləyək, bəli, qalxıb. Və 2 motor, sadə 111 motor. Akkumulatoru yenidir. Motor yağ yemir. Belə çəkdim, göstərdim. Həm İlqar əmimiz məlumatları qeyd elədi, həm də mən. Sizə də bu yeşka maraqlı gələrsə, İlqar əmimiz telefon nömrəsi qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu yeşka. YouTube izləyiciləri, TikTok səhifəmi izləyiciləri. Deyirsiniz 04 çək, 04 çək, 04 çək. Sizə Ağdurun 04-ü çəkib göstərəcəm. Vaz 2504 markalı avtomobili. Maşın sahibi yanımızda məlumat var. Salam aleyküm qardaş. Bazar olsun. Məlumatları qeyd eləyək. İl 2002. 2002-ci il, ay maşallah, 2002-ci il istehsaldır. 5 karovkadır. 5 karovkadır. Atması varmı karovkada? 4-cü skorçda. 4-cü skorda yüngül atması var, o heç. Difrində səsi yoxdur. Motorda yağ yeməyi yoxdur. Bir dənə yüngül problemi karovka 4-də ara bir atır. Qiymət Qiymət 5400. 5400 manat. Yəqin ki, yəni o xərcləri və həmçinin cüzi bir endirmə edirsən maşının yanında. Telefon nömrə eşidək. 050 Aha. 445 0060. 050 445 0062. Adın? Əhməd. Əhməd. Göyçayda baxmaq olar, Əhməd. Göyçay. Barter maraqlıdır hansısa maşın. Nağd satışı pula ehtiyac var. Deməli üzdən 2008-2009-un 04-ünə oxşamağına baxmayaraq, maşınımızın ili 2002-ci il istehsaldır. 5 karovkadır. Bir dənə yüngül bu maşının kosmetik şey ehtiyacı yoxdur. Motor yağ yemir. Difrində səsi yoxdur. Bir dənə yüngül bir problemi nədir? Karovka 4-dən ara bir atır. Onun da cüzi bir xərci var. 5400 manat start qiymətdən bazara daxil olub. Təbii ki, maşının yanında həm karovkanın xərcini, həmçinin də endirimi maşının yanında maşın sahibi ilə danışandan sonra etmək mümkündür. Maşallah 04-ün yük yeri böyükdür. Gördüyünüz kimi. Burada indi yüklər falan var. Nəsə. İnşallah ki, bunu indi çəkib göstərə bilmirəm. Siz gələrsiniz maşının yanında ətraflı hər bir yerinə baxarsınız. Maşına Göyçayda baxmaq mümkündür. Barter yoxdur. Belə danışa maşallah hamısını çəkdim, göstərdim. Və gəldik, çatdıq maşının əsas yerindən biri olan motorxanaya. Motor yağ yemir. Nə motordur üstündə? 03 motorudur maşallah. Akkumulatoru normal vəziyyətdədir. Və belə çəkdik, göstərdik. Nömrə üstündə qalacaq 23903. Qəşəng nömrəsi var üstündə. Və mənim diqqətimi çəkən bu yan güzgülər oldu. Bunlar nəsə? Bunlar sonradan bəli, nəsə bir bahalıdır. Belə deyək. Maraqlı gəldi mənə. Çəkdik, göstərdik.
məlumatları da qeyd elədik. Həm maşın sahibi, həm mən. Maşın sahibinin nömrəni də qeyd elədik. Sizə də bu 04 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vuraraq bu 04 haqqında daha ətraflı və geniş məlumat alaq. YouTube izləyiciləri, ağ 04-ü çəkdim, göstərdim. İndi sizə yaşıl rəngində Vaz 2104 markalı avtomobilin çəkisini edəcəm. Kim danışacaq? Sən danışırsan qardaş. Salam əleykum, əmmiz. Allah bazar yetirsin. Məlumat alaq zəhmət olmasa. İli 99. 1999. Kaskaya ehtiyacı var. Kosmetik işə ehtiyac var. Aha. Karovka 4'lü 5'li. 4'lü 4'lü motoru nə motorudur? 03. 03 motorudur. Yağ yeməyi falan var. Yox, motor Karovkada tərəfdə atmağı yoxdur. Yox, heç nə yox. Diferində səsi. Cüzbü var. Cüzvi səsi var. Qiymət Qiymət 4800. 4800 manat sondur yoxsa razılaşması Razılaşma olar. olacaq. Telefon nömrəsi eşdək. 050 Aha. 451 70 88. 050 451 70 88 adın Hümbər. Hümbət. Maşına harbi baxmaq olar əmi? Göyçaydı. Göyçaydı. Barter maraqlıdır hansısa maşınla? Yox. Nağd satışdır, pula ehtiyac var. Bir daha mən də qeyd edeyim. İli 1999-cu ilin 04-düdür. Vaz 2104-dür. Kosmetik işə ehtiyac var. Motor 03-dür. Yağ yemir. Karovka 4-dür, atmır. Diferində cüzi səsi var. Start qiymət 4800 manat. Deyilib, bazara gəlib, düzdür, deyə bilərsiniz, bahadır. Amma maşın sahibi o qiymətə maşını bazara gətirib. Baxırıq. Deməli, bura bağlıdır. Arxa yükləri bağlıdır. Yox, deyə əmmizin maşınıdır. Baxırıq. Belə. Motoru 03 motor, yağ yemir. Belə, çəkdim, göstərdim. Maşın sahibi məlumatları qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 011 həvəsləri artıq belə deyək, neçənci 011-dir ki, çəkib göstərirəm. Qara rəngdə Vaz 21 markalı avtomobilin çəkisini edəcəm. Qardaşlarımız keçsin və kameraya düşməsinlər və biz də maşın sahibindən məlumat alacağıq. Salam əleykum qardaş, bazar olsun. Məlumat alaq bu 011 haqqında. 06 motor, 5 Aha. korobka, 03 most. 03 mostdur. Hə, İli nədir? 91-in maşını. 1990 onu eksportdur belə deyək. Eksport. Eksport. 013 gedir. 013 gedir, bəli. 013 Vaz 21 markalı avtomobildir. 91-ci il istehsaldır. 06 motor, yağ yeməyi var. Heç bir Yoxdur. şey. Mostdur, 5 korobkadır. Heç bir problem. Atmağı yoxdur korobka. Heç. Mostunda səsi falan Heç. yoxdur. Qiyməti nədir? Qiyməti 3-2. 3200 sondur. Son. Hə, sonu 3200. Real alıcı olsa lap biraz da ki. Cüzi də bir endirim eləmək eləmək olar. olar. 3200 son dediniz, amma cüzi endirim eləmək olar. Bəli. Telefon nömrənizi eşidək. 070 Aha. 500 13 33. 070 513 33. Adın Rəşad. Rəşad. İsmaildən gəlmisiniz. İsmail. Qonağımızsınız. İsmaillə hasına buradan salam olsun. Sağ ol. Rəşad qardaş, barter maraqlıdır hansısa maşına? Yox. Nağd satışda pula Nağd. ehtiyac var. Deməli Vaz 21 markalı avtomobil eksport variant 1991-ci il istehsaldır. 06 motor, 5 karovka, 03 most. Karovkada atmağı yox. Motorda yağ yeməyi yox, mostunda səsi yox. Cüzi belə kosmetik işlərə ehtiyacı var. İstəyən şəxs belə vəziyyətdə də idarə eləyə bilər. Necə ki, Rəşad qardaşımız maşını belə vəziyyətdə idarə eləyir. Start qiymət 3200 manatla bazara daxil olub. Təbii ki, real alıcıya maşının yanında endirim olunacaq. Stəkan yerlərinə baxırıq. Baxırıq stəkan yerlərinə və qaldırıb çəkəcəm sizlər üçün. Çox vaxtı qaldırmıram, amma bunu qaldırıb çəkəcəm. Baxın, belə vəziyyətdədir. Ehtiyat təkər yerindədir. Bir dənə maşınımızın üzdən üzə kosmetik işə ehtiyacı var. Salon səliqəlidir. Oturacaqlar maşın sahibinin istəyinə uyğun olaraq üzlənib. Mühərrik yeri açıqdır. Qaldıraq. 06 motordur, yağ yeməyi yox. Akkumulatoru normal vəziyyətdədir. Belə çəkdim, göstərdim.
Maşın sahibi Rəşad qardaşdan məlumatları verdi. Həmçinin mən də təkrarladım. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 011 haqq. Hörmətli YouTube izləyiciləri, 07 həvəskarları. Xatırlamıram 07 çəkdiyimi, səhv eləmirəmsə iş çəkdiyim 07-dir. Çəkək göstərək, amma maşın sahibindən məlumat alacaq. Salam əleykum qardaş. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. Motor 2005, 2005 motor 06, 06 belə deyək, karbürator motordur. Korobka Karofka 4'lü. 4'dür. Mostunda səsi falan Yoxdur heç. yoxdur. Korobkada atmağı falan yoxdur. Motorda yağ yeməyi falan. Motorda 2 ayda yığdırmışam. 2 ayda yığdırmısınız və yağ yemək falan söhbəti ola bilməz. Sizdə olarkən vuruğu, udarı, dəyişəni Xeyr. olmayıb. Qiymət Qiymət 4200. 4200 manat sondur, yoxsa razılaşma olacaq? Razılaşma olar. Razılaşma olacaq. Cüzi bir endirim eləyəcək. Telefon nömrəsi alaq. 051 918 32 28. 051 918 32 28. Adın Vasif. Vasif. Maşına harda baxmaq olar? Maşına Ağdaş rayonu. Ağdaş əhalisinə buradan salam olsun. Vasif, hansısa maşınla barter maraqlıdır, yoxsa nağd Yox, puldur? nağd pul. Ehtiyac var nağd pula və nağd satışdır. 2005-ci ilin Vaz 2507 markalı avtomobilidir. Motoru 06 motorudur. Yağ yeməyi yoxdur. Korobka 4'dür. Atmağı yoxdur. Mostunda səsi yoxdur. Start qiymət 4200 manat deyilib və bazara gətirilib. Cüzi para belə kosmetik işləri var. Yenə də qeyd edirəm. Hər maşında qeyd edirəm. İstəyən şəxs belə də idarə edə bilər və kosmetik işində gördürə bilər. Bu qapı bağlıdır deyəsən. Səhv eləmirəmsə. Və salon normal vəziyyətdə. 4 kolonka arxada. Baxırıq. Baxırıq. Və çalışacağım arxa yük yerini çəkim. Buradan, aha, qaldıraq bir dənə. Bax, o qalxdı oradan və bir dənə yük yerini çəkək, göstərək. Təbii ki, açarı götürmüşəm və stakan yeri görürsüz. Baxın, belə daha obrisini sökməyə ehtiyac yoxdur. Birinə gördünüzsə, yəqin ki, obrisinə baxmaqdan ötəri gərək ki, gəlib maşına yaxından baxasınız. Çürük çarığı altında yoxdur. Və bu açarı yerinə taxaq. Fiat Rul Magintolası da var. Və gəldik mühərrik yerinə. 06 motor, yağ yemədən söhbət gedə bilməz. 2 ay olub ki, bu maşının motoru yığılıb. Akkumulatoru normal. Belə çəkdim, göstərdim. 10 nömrə üstündə qalır. 10 nömrə üstündə qalır. Və maşın sahibi də məlumatları, həmçinin mən də məlumatları qeyd elədim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsi ilə 051 918 32 28 nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 07 YouTube izləyiciləri. Ağ 07-ni çəkdim, göstərdim. Sizə indi Bənövşəhər rəhdə Vaz 2107 markalı avtomobilin çəkini eləyəcəm. Maşın sahibindən, əmmimizdən məlumat alaq. Salam əleykum əmi. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli 99. 1999-cu il istehsaldır. Aha, motor Motor 06. 06. Korobka 5. Motorda yağ yeməyi Xeyr. yoxdur. Korobkada atmağı, Yoxdur. difrində səsi Xeyr. yoxdur. Qiymət 4000. 4000 sondur. Endirmək olar. Endirim olunacaq. Cüzi bir endirim olunacaq. Telefon nömrünüzü alaq. 050 410 83 72. 050 410 83 72 adınız? Əkbər. Əkbər əmmimiz harda baxmaq olar? İsmailov. İsmaillə hasına salam olsun. İsmaildə baxmaq olar. Barter maraqlıdır hansısa maşınla? Nağd satışdır. Əkbər əmmim nömrə üstündə verilir yoxsa Nömrə hədiyyə edin. hədiyyə olunur. Belə ayrılıqda satmaq mümkündür o nömrəni. Olar. İstəyən olsa ayrılıqda da, yəni o nömrə haqqında da zəng vurub maraqlanmaq olar. Bəli. 1999-cu ilin 07-si. 06 motor, korobka 5, difrində səsi yox, korobkada atmağı yox, motorda yağ yeməyi yox. Arxası da açıqdır. Kosmetik işə ehtiyacı yox. İstəyən şəxs, yəni belə ciddi bir kosmetik işə ehtiyacı yox. Deməli, yük yeri
belə vəziyyətdə stəkan yerlərinə gəlib özünüz baxarsınız. Qapı bağlıdır, belə deyək. Aha, hıçqırıb tutdu məni, xeyirli olsun, üzr istəyirəm. Deməli, baxırıq. Salon səliqəli, yəni ciddi bir problem görsənmir salonda. Baxırıq. Oturacaqların yüngül ximsiskaya ehtiyacı var. Onu da qeyd edir. Fiat ruldu. Motor 06, yağ yemək yoxdur. Akkumulatoru normal. Belə çəkdim, göstərdim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd edərək əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Həm maşın haqqında, həmçinin nömrə üstündə qalır və ya nömrə üstündə zəng vurub maraqlana bilərsiniz qiyməti haqqında. YouTube izləyiciləri, Çeşka həvəskarları, sizlər üçün Göyçay bazarında Mercedes C200 markalı avtomobilin çəkilişini eləyəcəm, amma qardaşımızdan məlumat alaq. Salam əleykum qardaş. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. İli neçənci? 97. Aha. Motor 2. Avtomatdır. Bəli. Avtomatdır. Korobkada atmağı. Belə keçmək heç bir problem yoxdur. Qiyməti Qiyməti 8 yarıma deyirik, razılaşma 8500 manata deyirsiniz, razılaşması olacaq. Bəli. Telefon nömrənizi eşidək. 055 Aha. 389 0813 055 389 0813 adınız. Şəhriyar. Şəhriyar qardaş, maşına harda baxmaq mümkündür? İsmaillidə. İsmaillə ərazisinə salam olsun. Qəbələ İsmaillə ərazisində baxmaq olar. Həm İsmaillə, həm Qəbələ ərazisinə salam olsun. Şəhriyar qardaş, hansısa maşınla barter maraqlıdır, yoxsa nağd pula ehtiyac? Yox, pula ehtiyac. Nağd pula ehtiyac var. Deməli, maşınımızın ili 1997-ci istehsaldır. 2 motor, avtomat, 8000 Şəhriyar 8500 manat. 8500 manat deyilib. Təbii ki, real alıcıya maşının yanında endirim olunacaq. Maşını belə aşağıdan çəkməyimin səbəbi canan xeyli var maşının yanında. Ona görə də çalışıram ki, xanımımızın üzü düşməsin. Xanım maşını olub deyəsən bu. Xanım idarə edib, yoxsa özünüzdür? Yox, bacaqlı sürür, bacaqlı. Aha. Udarı yoxdur. Udarı olmayıb? Yox, yox. Yoxdur. Sürüyü yoxdur. Rəhlənən yeri balan sizdə olarkən olmayıb. Salon səliqəlidir həqiqətən. Bir dənə bu qaldıraq. Burada liflər görürəm. Yəqin ki, maşının üstündə olub bunlar, eləmi? Bu liflər. Yoxsa bu günlüklərdir, günlüklərdir, bildim, başa düşdüm. Aha. Baxırıq. Akkumulatoru yenidir. Sürüyü pası yoxdur altında dediniz. Qeyd elədiniz ki, sürüyü pası yoxdur. Nömrə üstündə qalacaq, onunla nömrə. Onunla nömrə üstündə qalacaq. Və bir dənə Şəhriyar, sən mühərrik yerin qaldırarsan zəhmət olmasa, aha, 264 kilometr yürüyüş, avtomat sürətlər qutusudur gördüyünüz kimi. Və 2 motor, sadə motor, sadə 111 motorudur, canavar, Çeşkaların ən gözəl motorlarından biri. Belə çəkdim, göstərdim. Şəhriyar qardaşımızda məlumatları qeyd elədi. Sizə də bu Çeşka maraqlı gələrsə, Şəhriyar qardaşın qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu Çeşka haqqında.